Salam dostlar, ki Sahil televiziyasında mən Tural İsmailovun təqdimatında siyasi baxış verilişini izləyirsiniz. Bildiyimiz kimi ölkəmizdə qeyri-hökumət təşkilatlarının inkişafı və vətəndaş cəmiyyətinin tərəqqisi dövlətin önəmli siyasi prioritetlərindən biridir. Ölkədə bir sıra beynəlxalq səviyyədə tanınan qeyri-hökumət təşkilatlarımız var ki, onlar maraqlı layihələri ilə, tədbirləri ilə həmişə gündəmdə olmağı bacarırlar və bu gün də biz belə tanınan vətəndaş cəmiyyəti institutlarından birinin rəhbərini dəvət etmişik. Siyasi baxışda mənim qonağım Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri, əməkdar jurnalist, Mətbuat Şurası Nəzarət Təftiş Komissiyasının katibi Nadir Azərdir. Nadir bəy, xoş gəlmisiniz. Gördük. Çox sağ olun, var olun, minnətdarım. Təşəkkür edirəm. Nadir bəy, biz sizlə müxtəlif platformalarda tez-tez söhbətlər eləyirik, amma bu günlərdə Ramiz Əsgər Türk dünyasına xidmət ödülünü gördük. Sizin təşkilat tərəfindən həyata keçirildi. Təbii ki, Ramiz Əsgər ölkənin tanınmış, önəmli türkoloq alimlərindən biridir. Ruhu şad olsun. Ümumiyyətlə, bu ideya necə əmələ gəldi və davamlı olacaqmı? Əvvəla çox sağ olun ki, elə ilk sualı da mərhum Ramiz müəllimlə bağlı verdiniz. Ramiz Əsgər ilk öncə müasir dövrümüzün Dədə Qorquddur. Türk dünyasının belə Dədə Qorqudları var. Türkmənistanda da, Qazaxıstanda. Bizim əsas amalımız budur ki, biz nətər qədim Dədə Qorqudu tanıyırıq, bugünkü Dədə Qorqudları da tanımalıyıq. Mən niyə deyirəm? Ramiz Əsgər şuurlu həyatını həmişə Türk dünyası ilə bağlı araşdırmalara sərf edib və bəlkə də yeganə adamdır, bəlkə də yeganə adamlardan biridir ki, Türk Dövlətləri Təşkilatına daxil olan əksər ölkələrin ali mükafatını qazanıb. Bizim gəlincək, Ramiz Əsgər 2012-ci ildə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi yenidən qurulub, Azərbaycan qanunlarına uyğun qeydiyyatdan keçəndə ilk idarə heyəti formalaşanda orada Ramiz müəllim də olub. Ramiz müəllim uzun müddət bizim idarə heyətinin üzvü olub. Ondan sonra da ağsaqqal kimi hər zaman, ömrünün sonuna kimi hər zaman bizim təşkilata Kaskvenin idarə heyəti. Bəli. Biz də Ramiz müəllim rəhmətə gedəndə idarə heyəti olaraq yığışdıq və belə qərara gəldik ki, belə bir dəyərli insanın bizim təşkilatın idarə heyətinin üzvü olması bizim belə deyək də ən böyük qazancımız idi, ən böyük belə uğurumuz idi və biz onun xatirəsini yaşatmalıyıq. Bizim boynumuzun borcudur ki, onun xatirəsini yaşatmalıyıq və idarə heyəti qərara gəldi ki, Ramiz Əsgər Türk dünyasına xidmət ödülü təsis olunsun. Bu sırf Kaskvenin ödülüdür. Və biz qərara gəldik ki, hər il 3 istiqamət üzrə verilsin. Biri ədəbiyyat və tarix, 2 media, 3 QHT. Niyə bunlar elədik? Ramiz müəllim Türk dünyasının ədəbiyyat və tarixinə dair çoxlu araşdırmaların müəllifidir. Ramiz müəllim həm də bir qəzetçi idi, bir media adamı idi. Və Ramiz müəllim Kaskvenin timsalında, Azərbaycan Jurnalistlər Birliyinin timsalında bir fəal QHT təmsilçisi idi və biz ona görə 3 sahəni. Sadəcə biraz bizdə ləngimə oldu. Biz düşünürdük ki, hər il bu mükafatı Ramiz müəllimin doğum günündə, yanvar ayında verək. Amma bizdən asılı olmayan səbəblərə görə məsələ biraz uzandı. Nəhayət ki, mayın 1-də biz təqdim elədik. Bu dəfə 3 istiqamət üzrə 8 mükafatçı müəyyən elədik. 8-i də niyə? Biz Azərbaycanın bayrağında və Türk Dövlətləri Təşkilatının bayrağındakı 8 ruşəli ulduzu atıfda bulunub 8 mükafatçı müəyyən elədik. Mükafatçılardan biri mərhum Qənrə xanım Paşayevadır, ölümündən sonra təqdim olunub. Mükafatçılardan biri Özbəkistanın tanınmış yazıçısı Xasiyyət xanım Rüstəmdir. Mükafatçılardan biri İraq düşmənlərinin söz adamı, hər zaman mübarizə aparan Şəmsəddin Gürzəçidir. Digərləri də müəyyən təşkilatlardır və şəxslərdir ki, onlar da Azərbaycan. Gələcəkdə inşallah növbəti ildə biz əslində fikirləşirdik ki, bu il mükafatı vermək üçün münsiflər heyəti formalaşdıraq beynəlxalq səviyyəli. Amma ona bilirsiniz, belə deyək də, kimlərisə yarım saatını belə alsan, müəyyən qanunlar ödənməlisən. O məsələ bu il alınmadı, amma yeni ildən düşünürük ki, növbəti ikinci, bu mükafat davamlı olacaq, sualınızın əsas cavabı. Və yeni ildən münsiflər heyəti Türk Dövlətləri Təşkilatına daxil olan hər bir Türk dövlətindən bir nəfər ziyalı o münsiflər heyətində təmsil olunacaq. Nadir bəy, həm də 2-ci Türk İnteqrasiya Olimpiyadasında Kaskvenin akıllı bala ödülü var idi. Əslində bu özü də çox yaxşıdır ki, məktəblərlə bağlı belə bir şey, bunun Kıbrısdan olan, yəni Şimali Kiprdən olan bir məktəbliyə verilməsi, eyni zamanda sizin orada çox maraqlı bir çıxışınız var idi. Bu haqda da bir məlumat verin, zəhmət olmasa. İcazənizlə mən öncə buradan Türk İnteqrasiya Olimpiyadasının ideya müəllifi, təsisçisi, hədəf şirkətlər qrupunun rəhbəri Şəmil Sədiqə bir minnətdarlıq vəfa borcum idi.
Mənə görə yox. Türk dünyasına bu cür gözəl xidmət etdiyinə görə. Bizim dövlət rəhbərlərimiz Türk dünyasının bütün sahələrində inkişafı, inteqrasiyası üçün siyasət həyata keçirirlər, amma bizim boynumuza nə düşür? O siyasətə dəstək olmaq. Və Şəmil Sadiq, Hədəf Şirkətlər Qrupu bu işdə belə deyək, flaqmanlardan biridir. 2 il öncə Türk İnteqrasiya Olimpiyadası təsis olunanda da məqsəd nə idi? Biz Türk balalarını da buna hazırlayamalıyıq. Bilikli. Və ikinci olimpiyadanın hazırlığı başlayanda mən görüşdüm Şəmil bəylə və təklif elədim ki, Kasven olaraq biz bu olimpiyadanın informasiya dəstəkçilərindən biri olaq. Kasven informasiya dəstəkçilərindən biri oldu, prosesi belə deyək, dəstəyimizi göstərdik. Eyni zamanda idarə heyətinin iclasında belə bir ideya ortaya çıxdı ki, biz həm də bir xüsusi ödül təsis edək, akıllı bala ödülü. Adını da özümüz müəyyən eləmişik. Biz mən sizə səmimi deyim, öncə plan bu idi ki, akıllı bala ödülü orada olan ən kiçik yaşlı bir məktəbliyə veriləcək. Amma bu proseslər elə inkişaf elədi ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətinə qarşı həm içərdən, həm dışarıdan olan hücumlar, Kuzey Kıbrısdakı Türk qardaşlarımızın biraz belə deyək, sanki xətrinə dəyilməsimi deyək yüngülü. Bütün bu proseslərdən sonra biz də vicdan borcu bildik və qərara gəldik. Bu il ilk dəfə bu mükafat Kuzey Kıbrısı təmsil edən şagirdə veriləcək. Eyni zamanda mən orada çıxışımda bəyan elədim. Beynəlxalq Birliyin Kuzey Kıbrısın dövlət haqqını tanıyana qədər biz hər il həm o mükafatı Kuzey Kıbrısdan olan şagirdə verəcəyik. Və Nadir bəy, bilirik ki, Türk Dövlətləri Təşkilatı bugün kifayət qədər çəkisi olan və eyni zamanda mövqelərini gücləndirən bir təşkilatdır. Cənab Prezident İlham Əliyev də bizim ailəmiz Türk dünyasıdır ifadəsini söyləyib ki, Prezidentin bu sitatı bütün Türk dünyasında bir simvolika kimi qəbul edilir. Türk Birliyinin yeni nəfəsi, yeni dövrü, gələcəyi ilə bağlı önəmli bir çağırış hesab edilir və əlbəttə ki, qeyri-hökumət təşkilatlarının da üzərinə iş düşür ki, ortaq Türk dünyası tədqiqatlar, müxtəlif layihələr vətəndaş cəmiyyəti arasında inteqrasiyanı təmin etsinlər. Kaskven bu istiqamətdə nələr etmək niyyətindədir? Öncəliklə onu deyim ki, Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən bu siyasət sanki Kaskvenin daha da ruh verir. Çünki biz fəaliyyətə başlayandan düzdür sözaltı şəbəkəsi olsaq da bizim əsas amacımız Türk dünyasının inteqrasiyasına xidmət etmək olub və Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətə biz də öz dəstəyimizi verək deyə məmnuniyyətlə bu işdə varıq. İndiyə kimi ümumiyyətlə bir neçə layihə həyata keçirmişik Türk dünyası ilə bağlı və onu da deyim ki, bu il biz Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin ortaq qrant müsabiqəsinin qaliblərindən biri olaraq Türk dünyası ortaq finansdan ortaq gələcəyə doğru adlı layihəsini reallaşdıracağıq. Layihə barədə deyəcəm, sadəcə bir şey deyim. Dövlətin ali iradəsi olur və o həmən ali iradəni həm də yerinə yetirən qurumlar da o ali iradəyə uyğun addımlar atanda çox gözəl bir proses əmələ gəlir. Bunun timsalını elə mən Qeyri-hökumət təşkilatları Dövlət Dəstək Agentliyinin fəaliyyətində görürəm. Agentlik nəinki bizə dəstək verir, mən bunu bilirdim. Eyni zamanda agentlik bugün elə bir gözəl uğurlu siyasət həyata keçirir ki, Azərbaycan QHT sektoru Türk dünyası QHT-lərinin mərkəzi halına gəlib. Özbəkistanla müqavilə, Türkiyə ilə müqavilə, indi payız aylarında Qazaxıstanla oxşar addımlar atılacaq. Yəni bu nədir? Agentlik Cənab Prezidentin qarşıya qoyduğu hədəfləri uğurla yerinə yetirir ki, o hədəflərdən biri də o bizim ailəmiz Türk dünyasıdır, ona nail olmaqdır. Biz də bundan güc alaraq inşallah bu dediyim layihənin mayın 1-dən icrasına başlamışıq. 5 aylıq layihə müddətində Türkiyədə təhsil alan Türk dünyası tələbələri arasında bizim ailəmiz Türk dünyası adlı esse yazı müsabiqəsi keçirəcəyik. Artıq bunun elanları gedir. Sonra 12 məqalə müxtəlif mövzularda. Mövzuların mahiyyəti Türk dünyasının ortaq mirası. Örnəyin xalçaçılıqdır, ədəbiyyatdır, musiqidir, deyəcək. Bunları hazırlayacağıq, amma bunları belə deyək də, hazırlayarsan da biz nəyə üstünlük veririk? Onların yazıları hazırlanarkən tərəf müqabililərindən biri Azərbaycanlı, biri hansısa bir Türk dövlətindən olacaq ki, biz belə, o yazıları da biz niyə hazırlayırıq? Gənclərimiz, bizim ailəmiz Türk dünyasıdır. Amma bu ailəni daha etibarlı qurmaq üçün nə etməliyik? Biz keçmişimizi bilməliyik, keçmişimizə sahib çıxmalıyıq. Keçmişimizə sahib çıxmaq üçün uşaq və gənclərə biz onları təzədən öyrətməliyik. Yəni, bilməlidir ki, tutaq ki, adi bir şey deyim, bizim o sahə üzrə müqavilə bağlandığımız şəxs artıq yazıları hazırlayır və biz baxırıq ki, hətta mətbəx nümunələri belə elə şeylər var ki, həm ortaqdır, həm də orada bir zənginlik var. Mətbəxin özü də bir tarixdir. Təbii. Yəni, bu baxımdan digər iki mühüm məsələ də budur ki, layihə üzrə biz Kuzey Kıbrıs Türk Cümhuriyyətində bizim ailəmiz Türk dünyası adlı konferans, Manisa və Bakıda isə dəyirmi masa keçirəcək eyni mövzuda. Kıbrısı da yenə təsadüfən seçməmişik. Biz bir formada
el eləməliyik ki, hər addımda Qıbrısın yanında olaq. Nadir bəy, istəyirəm bir sual da verim. Əslində mən təbii ki, Ramiz Əsgər Türk dünyasına xidmət ödülü çox əhəmiyyətlidir deyən sualı ondan başladım. Amma bu mövzuya da toxunaq, ayrıca toxunmayaq. Elə müzakirəmizdə toxunaq ki, siz bu günlərdə qeyri-hökumət təşkilatlarında bir qan dəyişimi, gəncləşmə məsələsinə toxundunuz, təklif verirsiniz. Bu mahiyyəti nədir və biz bilirik ki, tanınmış jurnalist Azər Həsrət Kaskvenin təsisçisidir, amma o təsisçilikdən getdiyini açıqladı. Bu aranızda nəsə bir söz-söhbət mi oldu, yoxsa necə? Bunu da izah edin. Mən çox gözəl, sağ olun ki, bu sualı verdiniz və sağ olun ki, elə məhz bu cür verdiniz sualı. Mən sizə bir söz deyim. Kaskvendə bir ənənə var. Öncə ondan başlayaq. Bir mərhələyə kimi təşkilatı gətirib, ondan sonra kənara durmaq ənənəsi. Bu küskünlük deyil. Sizə bir misal çəkim, Kaskvenin, Azər Həsrət bundan öncə də Kaskvenin sədrliyindən könüllü istefa vermişdi. Özü də gözləməmişdi ki, vaxtı tamam olsun. Ortada istefa vermişdi ki, təsir, sonra deməsinlər ki, Azər Həsrət konfransa təsir eləyəcək. Həmən bax, qurumlardan birindən bizə zəng olmuşdu ki, siz Azər Həsrəti devirmişsiniz. Amma şükürlər olsun ki, indi təsirlikdən çıxanda kimsə o sualı vermədi. Sadəcə deyir ki, nə olur, niyə gedir? Azər Həsrət bizdən öncə də Juhidə bu addım atıb, onu deyim, Jurnalistlərin Həmkarlar İttifaqında və orada da o yaradıb, bəlli mərhələyə gətirib, ondan sonra çəkilib və istər Juhi, istərsə də Kaskven bir şey də deyim, Azər Həsrətin bir xüsusiyyəti də var. Tam əmin olmadığı olmayasaydı, o təşkilatlardan getməzdi, təşkilatların özünü buraxardı. O da bəlli bir mərhələdə artıq əmin oldu ki, bu təşkilatlar davam eləyəcək və Juhi Müşfiq Ələsgərin rəhbərindən bugün kifayət qədər. Biz də indi imkan daxilində çalışırıq. O ki qaldı, o məsələdən çıxış edək. Mən bunu niyə görə dedim və eyni zamanda mən minnətdarlıq edirəm Azər Həsrətə və mən əminəm ki, digər təşkilatlar da bundan nümunə götürməlidirlər. Təsirlikdən çıxmağın da əslində sədrlikdən gedib. Mən sədr seçiləndən sonra Azər bəy dəfələrlə bunu demişdi ki, təsirlikdən də gedib. Kənarda insanlar fikirləşməsin ki, Azər Həsrət yalandan gedib da. Ya amma o istefa verən gündən bu günə kimi Azər Həsrətin təşkilata heç bir təsiri olmayıb. Əksinə biz hətta onu tədbirlərə çağıranda belə deyir ki, bəlkə mən gəlməyim, yenə kimlərsə deyəcək yaqın Azər Həsrətin tədbiri. Yəni bizə tam müstəqillik verib. Mən digər təşkilatların da təsisçilərinə, rəhbərlərinə bunu arzu edirəm. O gənclərlə bağlı. Bu gün biz istəsək də, istəməsək də, bu gün biz bu saatda as ola bilərik, lider ola bilərik. Amma zamanın tələbləri var, qan dəyişimi, gənclər gəlməlidir. Özdə QHT sektoru elə bir şeydir ki, 20-30 il burada oturmaq olmaz axı. Əvvən gənclərin gəlməsi də qəfildən, zəmbillə düşürməyəcəklər. Düzdür, seslərinin müxtəlif üsulları var ki, mən onu qəbul edirəm, amma seslərdə bir şey vardır. Oktyabryat, pioner, komsomol. Yəni, uşaq yetişdirilirdi. Biz indi onun ideoloji tərifinə baxmayaq, bir şəxsiyyət olaraq yetişdirilirdi. Bugün o prosesləri, o yükü QHT sektoru, ictimai sektor çəkməlidir. Və biz gəncləri gətirməliyik. Amma öncə onları sınaqdan çıxarmalıyıq. Baxmalıyıq ki, görək, onlar hazırdırlarmı? Hazır olmaq nəyə? Dövlətə, bayrağa, vətənə xidmətə hazırdırlarmı? Mən digər QHT sektoruna da təklif edirəm ki, artıq gəncləri gətirsinlər, amma gənclərdən belə deyək, çox üzrə, fəhlə kimi yox. Əlbəttə. Gələcək idarəçi kimi onları yetişdirsinlər. Nadir bəy, bizim verilişimizin vaxtıdır, amma sonda istəyirəm bir sual da ünvanlayım. Siz həm də Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının katibidsiniz. Ümumiyyətlə, media istiqamətli QHT-lər Mətbuat Şurası ilə fəal əməkdaşlıq eləyirmi? Və ümumiyyətlə, Mətbuat Şurası sizin Türk dünyası ilə bağlı işlərinizə hansısa bir köməklik göstərirmi? Birinci, ikinci sualınızdan başlayıram. Bəli, Mətbuat Şurası Türk dünyası ilə bağlı təkcə bizim təşkilat yox, bütün təşkilatların və fərdlərin şuranın üzvü, idarənin üzvü həmişə yanında olub. Və sonuncu Ramiz müəllimlə bağlı tədbirdə də Rəşad müəllim gəldi, oturdu, sona kimi də bizə dəstəyini ifadə elədi. O ki qaldı media istiqamətli, təəssüflər olsun ki, bizdə o sahədə say çox, amma sambal biraz azdır. Siz araşdırsanız, nə qədər media tipli təşkilat var, amma real işə gələndə iş görənlər azdır. Və bu da müəyyən çətinliklər yaradır, amma əminəm ki, Mətbuat Şurası tezliklə o məsələdə də bir yeniliklər edəcək. Təşəkkür edirəm Nadir bəy, çox sağ olun. Xatırladım ki, siyasi baxışda mənim qonağım Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin rəhbəri, əməkdar jurnalist və eyni zamanda Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının katibi Nadir Azəri idi. Biz Türk dünyası və vətəndaş cəmiyyəti əlaqələri ətrafında eyni zamanda da Kaskvenin fəaliyyəti haqqında maraqlı bir müzakirə apardıq. Sağ olun, salamat qalın.